Bu kəsmək haqqında doğrudan da çox suallar ünvanlanır mənə. Yəni bu doğrudan da diyetikdirmi, diyet zamanı istifadə etmək olarmı? Yəni kalori etibarilə dietik saymaq olarmı bu məhsulu? Tərkibinə baxaq. İlk növbədə tərkibi üssüz təbii inək südü, kəsmək üçün maya, çiyələk sosu, şəkər tozu və vanilin. Görürsünüz ki, yəni süd yağı əvəz edicisi və yaxud da ki, quru süd və s. tərkibində yoxdur. Deməli, 100 qram məhsulun qida və enerji dəyəri zülal. Görürsünüz ki, 19 qrama qədər tərkibində zülal var. Karbohidrat 10 qrama qədərdir və kalorisi isə cəmi 123 kaloridir. Yəni, bunun demək olar ki, yəni, nəzərə alsaq ki, 180 qram olur bir paketində. Təxmini yarısından istifadə etdiyiniz halda 123 kalori qəbul etmiş olursunuz. Yəni, bu məhsulu doğrudan da dietik saymaq olar. Dadım, yəni pis dadmır, dadı da maraqlıdır. Şirniyyat ehtiyacınızı müəyyən dərəcədə qarşılamaqdan ötürü. Çünki biri var ki, şirniyyatdan istifadə edirsiniz. Demək olar ki, çox az bir miqdarda zülal qəbul edirsiniz. Bu zaman bunu istifadə etdikdə 19 qrama qədər 100 qram məhsulda zülal qəbul etmiş olursunuz. Bu da gündəlik zülal tələbatınızı qarşılamaqdan ötürü dadlı bir, belə deyək ki, alternativ ola bilər. İstifadə edə bilərsiniz.